Salam, hər vaxtınız xeyir. Mən coğrafiya müəllimi Elnur müəllim. Bu gün növbəti bir maraqlı mövzunu izah ilə sizin qarşınızdayım. Vaxt itirmədən keçək mövzumuza. Mövzumuzun adı işıqlanma qurşaqlarıdır. Hər birimizə bildiyi kimi işıqlanma qurşaqları yerin öz oxu və günəş ətrafında hərəkəti nəticəsində baş verən bir prosesdir. Başqa başqa formada tərifi səsləndirəsi olsaq, bildirməliyik ki, fəsillərin dəyişməsi, gecə və gündüzün bir-biri ilə növbələşməsi, o cümlədən də günəş şüalarının düşmə bucağı ilə əlaqədar olaraq yaranan coğrafi hadisədir. Və burada deməli işıqlanma qurşaqlarına toxunmalı olsaq, ilk öncə onu bildirməliyik ki, e, bizim yaşadığımız yer kürəsi 5 işıqlanma qurşağından ibarətdir. Bunlardan birincisi tropik işıqlanma qurşağıdır ki, ilk öncə gəlin tropik işıqlanma qurşağını burada qeyd edək. Tropik, tropik işıqlanma qurşağını burada qeyd edək. Tropik işıqlanma qurşağı. Bir qədər böyüdək şriftimizi. Tropik. Tropik işıqlanma qurşağı. Deməli, birinci işıqlanma qurşağımızın adı nə oldu? Tropik işıqlanma qurşağı oldu ki, tropik işıqlanma qurşağı da deməli bizim 23.5 şimal tropiki ilə 23.5 cənub tropiki arasında yerləşir. Başqa adı ilə desək, şimal tropikinin başqa adı deməli öz növbəsində e, xərçəng tropiki, cənub tropiki isə oğlaq tropiki adlanmaqdadır. Gəlin bunları da qeyd edək vaxt itirmədən ki 23.5 şimal, aha, 23.5 şimal və 23.5 dərəcə cənub tropikləri və bir gördüyünüz 23.5 şimal və 23.5 cənub tropikləri arasında yerləşir tropik işıqlanma qurşağı. Yəni gördüyünüz bax bu ərazidə yerləşir tropik işıqlanma qurşağı. Tropik işıqlanma qurşağı 23.5 şimalla 23.5 cənub tropikləri arasında yerləşir. Hər birimizin bildiyi kimi Günəş 23.5 şimal və 23.5 cənub tropikləri arasında daima zenitdə olur. Yəni Günəş gördüyünüz bu 23.5-lərdən kənar heç bir ərazidə zenitdə ola bilməz. Və gördüyünüz bu hər bir nöqtədə Günəş il ərzində 2 dəfə zenitdə olur. Tropik işıqlanma qurşağında yalnız bir fəsil olur, yəni yay fəsli müşahidə olunur. Temperaturun orta illik amplitudası gördüyünüz bu ərazilər üçün 20 Selsidən yüksək olur. Yəni bax gördüyünüz bu ərazilərdə qeyd etdiyimiz bu ərazilər üçün bu ərazilər üçün üzr istəyirəm bu rejimdən çıxardaq. Deməli, gördüyünüz bu ərazilər üçün mətn şəklində yazaq elə. Gördüyünüz bu ərazilər üçün 20 Selsidən yüksək olur. Mütləq temperatur 20 Selsidən deməli yüksək deməli yüksək olması bizim üçün xarakterikdir ki, burada 20 Selsidən yüksəkdir. İllik orta temperaturumuz. Hmm. Aha, 20 Selsidən yüksəkdir. Yəni bu ərazilər üçün, bu işarətlədiyimiz bu ərazilər üçün temperatur 20 Selsidən daimi şəkildə yüksək olur. Və 23.5 şimal tropiki ilə 23.5 cənub tropikinin arası adlanır tropik işıqlanma qurşağı bir fəsil olur. Günəş burada ildə 2 dəfə zenitdə olur. A, deməli, yadda saxlayıcı tropik işıqlanma qurşağı şimal və cənuba bölünmür. Yalnız bir tropik işıqlanma qurşağı olaraq adlandırılır. Gördüyünüz bu 23.5 ilə bu qütb dairəsi arasında, yəni ki 66.5 dərəcə gördüyümüz bu qütb dairəsi arasında aha, 66.5 dərəcə şimal enliyi 66.5 dərəcə deməli şimal enliyi üzr istəyirəm. Şimal enliyi 66.5 dərəcə şimal enliyi ilə deməli
66,5 dərəcə şimal enliyi ilə 66,5 dərəcə cənub enliyi arasında cənub elliyi. Cənub elliyi arasında 66,5 dərəcə cənub elliyi arasında. Yəni gördüyümüz bu ərazilər üçün təkrarən bir də qeyd edəcəm. Deməli gördüyümüz bu ərazilər üçün 23,5 dərəcə şimal tropiki ilə 66,5 dərəcə şimal enliyi, yəni şimal qütb dairəsi kimi adlandırdığımız bu xəttlərin arası adlanır şimal mülayim işıqlanma qurşağı. Yəni bu ərazi şimal mülayim işıqlanma qurşağıdır. Hansı ərazi? Bu ərazimiz deyirik ki, şimal mülayim işıqlanma, şimal mülayim işıqlanma, deməli, şimal mülayim işıqlanma qurşağıdır. Qurşağı. Şimal mülayim işıqlanma qurşağıdır. Yəni gördüyümüz bu 23,5 ilə 66,5 dərəcə aralığı şimal mülayim işıqlanma qurşağıdır. Eyni ilə görürük ki, burada da cənub, qısaca cənub yazaq. Cənub mülayim işıqlanma qurşağı. Qurşağı. Cənub mülayim İşıqlanma qurşağı. Yəni cənub mülayim işıqlanma qurşağı da 23,5 ilə 66,5 dərəcə cənub illikləri arasında yerləşir. Yəni bizim yaşadığımız ölkədə 40 dərəcə şimal elliyində yerləşdiyi üçün şimal mülayim işıqlanma qurşağına aid edilir. Və demək olar dünya əhalisinin böyük bir hissəsi şimal mülayim işıqlanma qurşağında yaşayır. Şimal və cənub mülayim işıqlanma qurşaqlarında 4 fəsil aydın şəkildə müşahidə olunur və adları çəkilən bu ərazilər üçün, yəni bizim apardığımız bölgü 21 mart yazın gəlməsi, 23 sentyabr payız fəsli, eləcə də 22 iyun və 22 dekabr yay və qış fəsillərinin daxil olması hər ikisi üçün şamildir. Bildiyiniz kimi yayda şimal yarımkürəsi üçün iyun ayı, yay ayı olduğu halda cənub yarımkürəsi üçün qış fəsli hesab olunur. Yəni bizdə yaz olanda onlarda payız, onlarda qış olanda bizdə yay fəsli olmuş olur. Və beləliklə bu şimal və cənub mülayim işıqlanma qurşaqlarında da bildik ki, açıq aşkar şəkildə 4 fəsil müşahidə olunur. Günəşin üfüqdə vəziyyəti, yəni fəsillər üzrə müxtəlif olur. Qışda gündüzlər qısa, gecələr uzun, yayda gündüzlər uzun, gecə saatları, gecənin uzunluğu isə qısa olur yay fəslində. Gündüz uzun, gecə qısa, qışda gecə uzun, gündüz isə qısa olur. 4 fəsil açıq aydın şəkildə müşahidə olunur. Əsasən burada bu ərazilərdə mülayim iqlim üstünlük təşkil edir. Bu da oldu bizim mülayim işıqlanma qurşağımız. Deməli, bir tropik, iki mülayim işıqlanma qurşağı, üçüncü gəlirik qütb işıqlanma qurşağı. Qütb işıqlanma qurşağında isə, deməli, gördüyünüz kimi qütb işıqlanma qurşağında, e, deməli, 90 dərəcə və bir də burada da 90 dərəcəni qeyd etməliyik biz. 90 dərəcə. Deməli 90 dərəcə, deməli 90 dərəcə ilə göstərdiyimiz, yəni bu paralel şimal enliyi və 90 dərəcə cənub enliyi ilə biz burada qütb ərazilərini işarət etmiş olduq. Və 66,5 dərəcədən 66,5 dərəcə şimal enliyindən şimal qütbünə qədər olan ərazi, yəni bu rənglə işarə olunmuş ərazimiz bizim qütb işıqlanma qurşağımız adlanır. 66,5 dərəcədən cənub enliyindən 90 dərəcəyə qədər olan bu ərazimiz isə cənub qütb işıqlanma qurşağı, bu ərazimiz isə şimal qütb işıqlanma qurşağımız adlanmaqdadır. Bildiyimiz kimi, hər birimizin bildiyi kimi, qütb ərazilərində fəsillər üzrə qütb ərazilərində 6 ay gecə, 6 ay isə gündüz müşahidə edilməkdədir. Yəni bu ərazilərdə də yalnız bir fəsil müşahidə olunur. Yəni burada da fəsillərin açıq-aşkar dəyişməsi müşahidə edilməməkdədir. Bu ərazilərdə də öz növbəsində cənub hissədə əsasən Antarktida ərazilərini, şimal hissədə isə şimal buzlu okean əraziləri
əhatə etmiş olur. Və bu ərazilərdə dediyim kimi 6 ay gecə, 6 ay gündüz müşahidə edilməkdədir. Beləliklə ümumiləşdirsək dərsimizi 5 işıqlanma qurşağından söz açmış olduq. Bir tropik işıqlanma qurşağı, bir tropik işıqlanma qurşağı, gördüyünüz bu ərazilər. 2 mülayim işıqlanma qurşağı, yəni şimal mülayim işıqlanma qurşağı. Eyni zamanda cənub mülayim işıqlanma, şimal mülayim işıqlanma qurşağı işarətləyirəm hal-hazırda. Bu isə cənub mülayim işıqlanma qurşağıdır. Cənub mülayim işıqlanma qurşağı. Dedik ki, 66,5 dərəcədən şimal 66,5 dərəcəlik paraleldən, yəni şimal qütb dairəsindən şimala doğru qütb işıqlanma qurşağıdır. Gördüyümüz bu ərazi. Cənub deməli qütb dairəsindən 66,5 dərəcə cənub paralelinə cənub isə cənub işıqlanma qurşağı adlanmaqdadır. Ümumi mövzumuzla bağlı izahımız bu qədər. Ümidvaram ki, mövzunu dərin və ətraflı şəkildə izah etmiş oldum. Son olaraq bir daha onu bildirməliyəm ki, yəni bu işıqlanma qurşaqlarının yaranmasına səbəb fəsillərin bir-birini əvəz etməsi, gecə və gündüzün növbələşməsi, eyni zamanda günəş şüalarının yerin 66,5 dərəcə meyilli olması səbəbindən günəşə müxtəlif bucaq altında düşməsidir. Yəni bu amillərdən asılı olaraq bizim bu hal-hazırda mövzumuzda bəhs etdiyimiz coğrafi hadisə olan işıqlanma qurşaqları yaranmış olur. Ümidvaram ki, mövzumuzu əsaslı şəkildə və ətraflı izah etmiş oldum. Kanalımıza abunə olmağı, eyni zamanda mövzu ilə bağlı qaranlıq məqamları rəy bölməsində sual verməyi unutmayın. İzlədiyiniz üçün hər birinizə təşəkkürlər.